4-cü sinifə kimi kitab mənim üçün müəllimin verdiyi tapşırığı həll etmək üçün bir vasitə idi. Ondan sonra qardaşım mənə bir kitab gətirdi. Jules Verne'in Dənizlər altında 20.000 fərsah deyə türkcə idi. Azərbaycanca da ona oxşayan bir adı var. O kitabı oxuyandan sonra gördüm ki, kitabı oxumaqdan zövq alıram. Digər tərəfdən də heç kim sonra bunun imtahanını götürməyəcək məndən. Yəni məcburiyyətlə oxumursan da kitabı. Həmin vaxt başa düşdüm ki, sən demək kitabı sırf zövq üçün də oxumaq olurmuş. Heç kimə hesabat vermədən, sonrasında bir məcburiyyətin olmadan. Jules Verne'in başqa bir kitabıdır bu. Bu yaxınlarda bir sərgidə gördüm, aldım. Normalda belə çox qısa kitabların videosunu çəkməməyə çalışıram. Amma Jules Verne'dən belə mənəvi bir bağım olduğuna görə ki, İlk oxuduğum bədii ədəbiyyat onun əsəri idi. Ona görə bunu da çəkmək istədim. Kitab oxumaq qaydasında demişdik, bir videomuz var idi ki, əgər içində yazıb, burada da yazılar var, yazıb, qeydlər götürməsəz bir kitabın bir müddətdən sonra özünüz belə oxuduğunuzu unudacaqsınız deyə. Yəni tövsiyə eləyirik. Belə qısa kitabları ümumiyyətlə tövsiyə eləyirik, kiçik. Oxuma vərdişiniz yoxdursa, fərqli janrlarda belə kitablar alın. Həm insanın gözü qorxmur, həm də fərqli janrlar oxuduqca bilirsən ki, bu istiqamətə mənim marağım var. Ondan sonra həmin janrda kitab nə qədər qalın olsa belə götürüb oxumaq istəyir adam.